Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Biz sizden yetiştik 197. aya. Ve bu ayette de Rabbimiz buyurur ki El-Haccu eşhurun ma'lumat. فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمُهُ اللّٰهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ. Deməli, əziz qardaşlarım, buyurur ki, İmam Bəğəvi rahimehullah, Allah Azze və Cəllə deyir ki, Əl-Həccü əşhurun məlumət. Həcc bilinən aylardan ibarətdir və yaxud da bilinən aylardadır. Burada bilinən aylardadır həcc, diqqətli olun. Ey vaqtul həcc əşhurun məlumət, yəni həccin vaxtı. وهي شوال وذي القعدة وتسع من ذي الحجة إلى طلوع الفجر من يوم النحر. Ve İmam Bağavi Rahimallah buyurur ki, hac ayları Şevval ayıdır, Zülqa'dedir ve 9 gün Zülhicce'dendir. Ve 10. günü de nedir? Yevmun Nehr, yani bayram günü. Yani 2 ay Şevval ile Zülqa'de ve Zülhicce'nin de 10 günü. Yani bu 3 tanesi İmam Bağa buyurur ki, üçü bir yerde. Yani işte Zülhəcce ayı yani tam olmadı. Elə ki 10 gün. Belə bir rivayet var. Başka rivayette ise buyurur ki, Yurva an İbn Umar, İbn Ömer'den gelen rivayette ise deyir ki, Şevval'dır, Zülqa'dedir ve Zülhicce'nin 10 günüdür. İmam Bağavi'de deyir 9 gün. Ama İbn Ömer'den rivayette ise deyir ki, Zülhicce'nin 10 gün. Həmçinin ve kullu vahidin minel lafzayn sahihun gayru muhtelefin fih. Hər iki rəvayətdə olan ləfzlər də nədir? Səhihdir. Heç bir ixtilaf yoxdur. Və kim ki deyib ki, aşara abbara bihi anil ləyali və kim 10 gün deyibsə əgər, yəni Zülhiccənin 10 günü, məqsəd burada 10 gecədən gedib söhbət. Yəni 10 gecə. Fə inə əxirə əyyamihə yevmu arafəh və hu yevmu təsi'. وَمَنْ قَالَ تِسْعَ عُبِّرَ بِهِ عَنِ الْاَيَّامِ. Ama kim 9 gün deyibsə, o məqsədi burada gündüzü qəsd eləyib. Gündüzü və axırıncı günü də onun Arafa günüdür. Yəni 9-cu gün, yəni Arafa günü ilə. Aydındır? Və huve yevmut təsi'. O da 9-cu gündür. Və innə mən qalə əşhur. Və nəyə görə deyir? Uca Rəbbimiz isə Kur'an-ı Kerim'de deyir ki, nədir? El-həccu əşhurun məlumət. Deyir, bilinen deyir, aylardan ibarətdir həcc. Aydındır? Bilinen aylardan ibarətdir. Yəni burada aylar deyiləndə Zülhiccə, yəni 10 gündən bir ay olmur. Elə deyilmi? Yəni 10 gündən bir ay olmur. Və deməli məqsəd burada nədir? Məqsəd burada ayın tam özlüyüdür. Yəni Zülhiccənin tam özü də həcc ayıdır. Və bu məsələyə indi gələcək qabaqda. وَالْعَرَبُ تُسَمَّى. Ve buyurur ki soram ve kâle eşhur bi lafzil cem'i ve hiye şehran ve ba'du thalith li'ennehu vakt. Buyurur ki İmam Bağavi deyir ki şəhr yəni aylar ləfsinin cəmlə gəlsə də məqsəd burada 2 ay və 3-cü aydan da bəzi günlərdir.
Vəl-ərəb tüsəmmi l-vaqtə təmmən biqalilihi və kəthirihi. Ərəblər deyir, yəni bir vaxtı istəyir azlığı ilə, istəyir və yaxud da çoxluğu ilə neyniyərdilər? Onu tamam şəkildə, yəni ifadə eləyərdilər. Aydındır? Məsələn, tutaq ki, belə deyək də, deyək ki, məsələn, bir kəs, məsələn, iş görür, aydındır, yəni işləyir. Lakin işi bunun səhər-səhər başlayır saat 8-də, deyək ki, saat 12-də qurtarır. Aydındır? Və sən ondan soruşsan ki, sənin iş gün, yəni işin yəni necədir, yəni nə qədər işləyirsən? Deyir ki, bir gün işləyirəm. Yəni ərəblər bunu bu cürə deyir, yəni bir gün işləyirəm. Yəni biri var deyə bilər ki, mənim işim 4 saatdır, məsələn, 4 saat işləyirəm. Aydındır? Amma yox, deyir ki, bir gün işləyirəm. Yəni bir gün deməsi ilə də istər o günün içərisində az bir qism olsun və yaxud da istər çox bir qism olsun, ərəblər bunu ümumən nə deyirlər? Tamam şəkildə deyirlər. Yəni tamam şəkildə istifadə edirlər bu ləfzdən. Fəyəqulu ətəytukə yevməl xəmis. Deyirlər ki, məsələn deyir, 4-cü günü deyir, gəldim deyir sənin yanıma. Və innəmə ətə fi səətin minhu. Yəni əslində baxsan, yəni insan 4-cü gün sənin yanıma gələn, məsələn, zöhrdən sonra gəlib. Aydındır. Və yaxud da səhər-səhər gəlib, aydındır, gəlib evdə tapmayıb, qayıdıb gedir. Amma deyir, 4-cü günü deyir, gəldim sənə. 4-cü günü, yəni səhərdən axşama kimi mənim yanıma gəldin. Aydındır, məqsəd yəni bu deyil. Və qalə Urvət ibn Zübeyr və qeyruhu əradə bil-əşhuri şəvvələn və zəl-qa'də və zəl-hiccə və zəl-hiccəti və zəl-hiccəti kəmələn. لأنه يبقى على الحاج أمور بعد عرفة يجب عليه فعلها مثل الرمي والذبح والحلق وطواف الزيارة والبيتوتة بمنى. Deməli, Urvat ibn Zübeyir radiyallahu anh və qeyriləri buyururlar ki, Rəbbimizin deməsi ki, yəni həcc tanınan aylardan ibarətdir. Burada məqsəd Şəvval ayı, Zulqa'də ayı və Zülhiccə ayı tam kamil şəkildə nəzərdə tutulur. Yəni, heç də 10 gün deyil. Aydındır? Nəyə görə? Çünki deyir, həci, yəni həcc edən insan, yəni 10-cu günü bizdə nədir? 10-cu günü bayram günüdür. Yəni 9-cu günü nədir? Arafa günüdür. Aydındır? Arafanı bitirəndən sonra 10-cu günü bizdə nədir? 10-cu günü bizdə bayramdır. Aydındır? Yəni insanlar qurbanların kəsirlər və s. yəni tavaf edən və s. və s. Deməli, bəs ondan sonra bəyəm əməllər yoxdur ki, həci onlara edir? Var. Nə də olar? Məsələn, buyurur ki, İmam Bəğvi Rahiməllah, deyir, qurban kəsmək adca öz olsun. Yəni, ola bilər ki, insan 10-cu günü qurbanı kəsməsin. 11-ci günü kəssin. Ya 12-ci günü kəssin, ya 13-cü günü kəssin. Aydındır? Yəni, caizdir. Şərt deyil, mütləq ki, 10-cu günü kəsməlisən. Yəni, birini tutaq ki, yoxdur əlində. Aydındır? Və eləcə də həmçinin buyurur ki, vəl-həlq, həmçinin başını qırxmaq. 10-cu gündə qırxmalısan başını, qırxa bilməsən 10-cu günü, 11-ci gündə qırxa bilərsən, 12-ci günü də, 13-cü günü də, aydındır. Və həmçinin tavaf-ı ziyara, yəni ona tavaf-ı ifada deyilir. Yəni o ki, 10-cu günü tavaf var. Görürsən ki, hərdən olur, məsələn, indiki vaxtda dəhşət bastırıq olur. Yəni 10-cu günü bütün cəmaat axışır gedir, hamısı, aydındır, gəlirlər, daş atırlar və daş atandan sonra və hamısı üst tutur hara? Kəbəyə tərəf. Və gedirlər Kəbəyə, tavafa. O tavafdadır ki, maşallah, təbarakallah, görürsən ki, tavaf dayanıb, cəmaat heç tərpənə bilmir. Yəni çoxluqdan. Ona görə bəzi adamlar var ki, görürsən, tavafı saxlayır axşama. Bəziləri deyir ki, yox, mən sabah eləyəcəm tavafı. Aydındır. Həmçinin, yalnız qardaşlarım, vəl-beytutətü bi-minə. Həmçinin Minədə qalmaq, gecələmək. Necə bilirsiniz ki, 10-cu gün bayram günüdür və ondan sonra 3 gün, yəni 11, 12, 13 nə inirsən?
qalırsan, daha doğrusu 10, 11, 12, 13-cü günü çıxırsan artıq Minədən. Yəni o gecələri qalmalısan Minədə. Aydındır? Qalırsan Minədə, orada yeyib içirsən, Allahı zikr edirsən. Deməli artıq nə oldu? 10 gündən keçdi o yana. Aydındır? Və fəkânət fi hukmul həcc. Və bu da deyir nədir? Həccin hökmlərindəndir. Daxildir yəni həccin hökmlərinin içərisinə. Deməli artıq nə oldu? Ona görə də Rəbbimizin dediyi, yəni düzdür. Yəni 3 aydır tam şəkildə. Və sonra buyurur ki, fəmən fərada fihinnəl həccə. Kimə deyir o ayda deyir həcc etmək fərz olarsa. Ey fəmən əvcəbə alə nəfsihil həccə bil ihram və təlbiyə. Yəni burada fərz olarsa nədir? Fərz olarsa kəlməsi, yəni kim özünə həcc etməyi vacib edərsə, həmən ildə. Məsələn, biri deyir ki, bu il mən həcc edəcəm. Aydındır? Ey fəmən əvcəbə alə nəfsihil həcc bil ihram və təlbiyə. Yəni, kim özünə vacib etdisə həcci, yəni həccin vaxtına daxil oldusa, ihramını geyindisə və təlbiyə etdisə, yəni təlbiyə də nədir? Rəbbini yəni zikr etmək, təlbiyə, ləbbeyk, Allahümmə ləbbeyk, ləbbeyk, lə şərikə ləkə ləbbeyk və ilə əxiri dua. Yəni, Allah Azə və Cəllənin zikr edir, təlbiyə deyə. Buyurur ki, Rəbbimiz, fələ rəfəsə və lə fusuqa, deyir ki, ona deyir, olmaz rəfəs və fusuq etmək. Nədir rəfəs? Nədir fusuq? İxtələfu fir rəfəs. İmam Bəğa buyurur ki, alimlər ixtilaf ediblər rəfəs barəsində. Qal ibn Məs'ud və ibn Abbas və ibn Umar huvəl cimə'. İbn Abbas və ibn Məs'ud, ibn Abbas və ibn Umar, Allah hamısından razı olsun, deyirlər ki, ər-rəfəsu, yəni əl-cimə', yəni qadına yaxınlıq etmək. Olmaz. Yəni insan artıq yəni ehramı geyindisə, təlbiyə dedisə, deməli ona rəfəs etmək olmaz. Yəni rəfəs də nədir? Qadına yaxınlıq etmək. وهو قول الحسن ومجاهد وعمر ابن دينار وقتادة وعكرمة والربيع وإبراهيم النخعي. وقال علي بن أبي طلحة عن ابن عباس الرفث غشيان النساء والتقبيل والغمز وأن يعرض لها بالفحش من الكلام. Həmçinin deməli bu qövlü Həsən el-Basri və Mücahid, Amr ibn Dinar və Qatadə və İkrimə və Rabi' ibn Ənəs və İbrahim Ən-Nəxai rahiməhumullah, onlar nə ediblər? Bu qövlü zikr ediblər. Deyiblər ki, nədir? Yəni cima'dır, yəni qadına yaxınlıq etməkdir. Amma Ali ibn Əbi Talhə isə İbn Abbasdan başqa rəvayətdə gətirir, deyir ki, bəli, həm cima'dır, yaxınlıq etməkdir qadına, həm qadını öpmək və yaxud da qadına göz vurmaq. Yəni, bu şeylər nədir? Rəfəsdəndir həmçin. Yəni, qadına göz vurmaq. Yəni, şək yoxdur, burada indi öz qadından gedir söhbət. Aydındır. Çünki bunlar nədir? Bir növ, yəni, qadınla elə bir ki, nətər deyərdi Peyğəmbər sallallahu əleyhi və səlləm, qadınla yəni zarafatlaşmaqdır. Aydındır. Və bu şeylər də hərdən insanlarda, yəni öz qadına şəhvət yaradır. Ona görə öpmək, həmçinin göz vurmaq, deyir, bu da rəfəsdəndir. Və sonra buyurur ki, həmçinin və ən yu'rida ləhə bil fuhş minəl kəlam, və yaxud da ona pis bir söz söyləmək, yəni qadına. Nədir bu pis söz söyləmək? Yəni, tutaq ki, kimsə öz qadınına, burada gətirəcək qabaqda da həmən məsələni, öz qadınına, yəni, deyir ki, yəni, bitirəndən sonra sənə yaxınlıq edəcəm və s. Yəni, bu bir növ nədir? Rəfəsdir, olmaz bunu demək. Aydındır. Və yaxud da ümumən pis söz söyləmək. Yəni, bu şeylər hamısı nədir? Olmaz. Yəni, həcc edən insana bunları olmaz. Bunlar hamısı rəfəsdəndir. Qalət Tavus,
Tavus buyurur ki, rahimehullah, "Er-rafesu et-ta'ridu lin-nisa bil-cima'." Yəni qadınla yəni yaxınlıq etməyi ərz etmək. Aydındır? Yəni biri öz qadınla yaxınlıq etməyi deyir ona. Ya bu da rafasdır. Aydındır? Ola bilər onu zarafatça deyir. Aydındır? Yəni olmaz. Və zikruhu beynə eydihin. Yəni öz aralarında deməsi, danışması, belə şeydən, qadınla kişi olsun. Görürsən, nədir? Olmaz belə şeylər. Bunlar da nədir? Rafəsdəndir. Və qalə Ata, ər-rafəsu qavlur rəculi lil-mər'əti fi halil ihram, izə halaltu əsabtuk. Həmçinin Ata əl-Xurasani buyurur ki, rahiməhullah, rafəsdəndir ki, kişi öz qadınına ehramlı olduğu halında desin ki, ehramı bitirən kimi sənə yaxınlıq edəcəm və s. Və qilə ər-rafəsu əl-fuhş vəl-qavlul qabih. Həmçinin deyilib ki, rafəs, yəni pis sözə deyilir, yəni bəyənilməyən sözə deyilir. Amma fusuq isə, yəni fasiqlik, fəqət qal İbn Abbas buyurur ki, huvəl məasi kullihə. Onlar deyir, asiliklərdir, hər bir növü ilə. Yəni, insanı həmçinin özünü asiliklərdən qorumalıdır. Yəni, həmçinin özünü nəydən? Asiliklərdən qorumalıdır. Və huvə qavlu Tavus vəl-Həsən və Səid ibn Cübeyr və Qətədədə və Zuhri və Rabi' vəl-Qurazi. Yəni, bunların qövlüdür həmçinin. Və qalə İbn Ömər, İbn Ömər isə buyurur ki, huvə mən nühiyyə anhu əl-muhrimu fi halil ihram min qatl sayd və təqlim el-əzfar və əxz el-əş'ar və mə əşbəhəhumə. İbn Ömər izdən gələn rəvayətdə isə buyurur ki, əl-fusuq nədir? Yəni, muhrim olan insan, yəni ihramda olan insana, ihramda olan halında ikən qadağan olunan şeylərdən istifadə etməsidir. Bunlar fusuqdur artıq. Yəni, o insan fasiqlik etmiş olur. Fisq etmiş olur. Yəni, itaətdən çıxmış olur. Nə də olar? Ov ovlamaq, məsələn. Olmaz. Yəni, insan ihramda ikən ov ovlamaq olmaz. Nəyisə ovlamaq olmaz. Və həmçinin dırnaqları tutmaq olmaz. Və həmçinin saçı kəsmək. Aydın, və yaxud da saçdan nəyisə götürmək olmaz. Və bunlara bənzər şeylər. Məsələn, hətta alimlər deyir ki, dəridir, çıxıb məsələn, dırnaqları tutanda qıraqlardan dərilər çıxıb, görürsən, dəriləri qopartır. Ayağında məsələn, haradasa dərilər var çıxıb, başlayır oynamağa. Yəni, şeytan səni neynir? Oynatır. Yəni, bədəninlə məşğul edir səni. Hansı ki, o halda sən, ihram halında, yalnız tərbiyə ilə məşğul olmalısın, zikirlə. Ki, bu şeylər səni neynəməməlidir? O, yəni, oynatmamalıdır. Yəni, zikirdən qırağa aparmamalıdır. Həmçinin buyurur ki, İmam Bəğvi rahimehullah, qalə İbrahim və Ata və Mücahid huvəs-səbbabu. İbrahimun Nəxai və Ata və Mücahid, onlar isə deyirlər ki, fusuq deyir, söyüş söyən insana deyilir. Yəni, o insan ki, söyüş söyür, yəni həc vaxtı. Və qalə Dahhak huvət-tənəbuzu bil-əlqab. Dahhak isə buyurur ki, deməli, fusuq həc vaxtı biri-birilərini xoşa gəlməz ləqəblərlə çağırmaqdır. Yəni, ona görə, görsən, hərdə məsələn, qardaşlar arasında olur, zarafatları var öz aralarında, başlayırlar özlərini cürbəcür xoşa gəlməz ləqəblərlə çağırmağa. Yəni, olmaz. Yəni, bunu başqa vaxt edirsənsə, indi qardaşla öz aranda, o başqa məsələdir. Amma həc vaxtı xüsusən nə eləməlisən? Qorumalısan dili. Yəni, çünki həcc özü bir məktəbdir, tərbiyə məktəbidir, qardaşlar. Bir tərbiyə məktəbidir ki, yəni Allah bizi tərbiyələndirir bu şeylərlə. Görürsən, məsələn, fikir versək, bu şeylər bir növ deyirsən ki, subhanallah, gör, yəni bunları bizə Rəbbimiz o yerdə icazə verməyib, düzdür? Yaxşı, sual çıxır ki, yəni oradan başqa yerdə bunlara icazə verilirmi? Yəni, həcc qutarandan sonra qurtardı, yəni rahatsan, kimi gəldi söy, kimi gəldi, nə bilim, ağzıva gələndir, onun ünvanına, nə bilim, cürbəcür ləqəblər ver ona və s. və s. aydındır. Yəni, bu şeyləri edə bilərsən. Cavab xeyr. Edə bilməzsən. Aydındır. Yəni, bu tərbiyədir. Yəni, o ayda
o insan ki özünə vacib edibsə həcci, imkanı var, həcc edir, deməli özünü tərbiyə etməyə gedir ora. Ona görə alimlər buyurur ki, yəni necə bilim ki, deyir, mənim həccim qəbuldur. Deyir, bax gör deyirsən, həccindən qaydandan sonra oradan bir fayda götürdünmü? Yəni özünü islah etdinmi? Yəni bir insan görsən ki, başqalarla, yəni çox zarafat eləyir, ləqəblər deyir, söyüş söyür və s. cürbəcür asiliklərlə məşğuldur. O insan ki, həcc eləyib, qaydandan sonra hələ yenə də o əməllərin üzərindədirsə, o insan özünü tərbiyə eləməyib. Yəni məqsəd həcdən qardaşlarım, Rəbbimizin əmrlərini yerinə yetirməkdir. Qadağan etdiklərindən çəkinməkdir. Ona görə yəni insan nə etməlidir? Özünü bacardığı qədər qorumalıdır, bacardığı qədər özünü tərbiyə etməlidir. Və sonra buyurur ki, İmam Bəğvi rahimehullah, və la cidalə fil həcc, və deyir, həmçinin həcdə deyir, münaqişə etmək olmaz. Yəni həcc vaxtı münaqişə etmək olmaz. Fələ cidalə fil həcc, və la cidalə fil həcc. Qal İbn Məsud ibn Abbas, el-cidalu ən yumari sahibəhu və yuxasimuhu həttə yəğdibə. Yəni İbn Abbasla İbn Məsud, Allah onlardan razı olsun, deyirlər ki, cidəl nədir? Cidəl odur ki, sən öz yoldaşınla münaqişə edirsən, hətta çatdırırsan onu o yerə ki, o qəzəblənir. Aydındır? Yəni bu olmaz. Düzgün deyil. Yəni fikir versən, ancaq nə? Zikirlə məşğul olmalısan. Ancaq zikirlə. Oturursan hətta yoldaşlarınla, Allahı zikr elə. Faydalı bir şey varsa, qulaq as. Yoxdursa, ayrıl, çıx, get, otur qıraqda, Allahı zikr elə. Quran oxu. Namaz qıl, nafilə namazlar qıl. Səcdə elə. Otur, dua elə. Aydındır, yalnız zikirlə keçir öz vaxtı bu. Allah bizə, ya Rabbi, neçə-neçə qəbul olunan həclərdən nəsib eləsin, ya Rabbi. Əhlimizlə, zürriyyətimizlə, valideynlərimizlə bir yerdə. Və sonra buyurur ki, İmam Bəğvi rahimehullah deyir ki, və huvə qavlu Amr ibn Dinar və Səid ibn Cübeyr və İkrim və Zuhri və Ata və Qatadə. Yəni bu qövlə həmçinin bu alimlər deyiblər. Qalə Qasim ibn Muhammed huvə ən yəqulə ba'duhum el-həccül yevmə və yəqulu ba'duhum el-həccu qadən. Subhanallah. Fikir verin, diqqətli olun. Mühüm məsələdir. Şeytanlar nə qədər insanları məşğul edirlər bu şeylə. Bu günləri özünüz də bilirsiniz yəni bunu. Görün nədir? Kimdir bunu deyənlər? Fikir verin. Qasim ibn Muhammed. Bunlar tabeinlərdəndir. Deyir ki, o deyir, bəzi insanların öz aralarında etdikləri nədir? Münaqişədir. Deyir, biri deyir ki, həcc bugündür. O biri deyir ki, yox, həcc sabahdır. La ilahə illallah. Bu da nədir? Cidəldir. Münaqişədir. Nəyə gətirir, çıxartır? Onlar bunlara tən eləyirlər, bunlar onlara tən eləyirlər. Necə ki, məsələn, görürsünüz ki, nədir? Baş verir. Hətta Ramazan ayında, məsələn, deyir, Ramazan bayramı filan vaxtadır. Təyin olunub kalendarla. Amma bəziləri deyir, başqa qism isə deyir ki, yox, xeyr, ay görsənməsi ilə. Aydındır. Münaqişə eləyirlər, cidəl eləyirlər. Və eləcə həmçinin həcc vaxtındadır. Necə orada münaqişə edirlərsə, həcc vaxtı gələndə də münaqişə edirlər. Ola bilər ki, kimlərinsə təqviminə görə Arafa günü düşür. Məsələn, cəmaat Arafadadır, amma bunlarda Arafa deyil hələ. Arafa sabahdır. Bu cürə hətta görürsünüz ki, bu cürə hətta zəlalətdə olan insanlar var. Deyir, yox, Arafa deyir, sizdə deyir, orada büyündür, amma bizdə isə sabahdır deyir. Necə ki, məsələn, Ramazan ayında ay görsənib, aydındır, deyirlər ki, artıq sabah, yəni hamısı orucdur, hamısı bayramdır, yəni, aydındır. Yaxında olanlar deyirlər ki, yox, bizdə deyir, kalendarla yazılıb ki, sabah olacaq və yaxud da birisi gün və yaxud da bizdə dünən idi. La ilahə illallah. Bunlar hamısı nədir? Cidəldir. Və buyurur ki, və qaləl Qurazi, Qurazi buyurur ki, rahiməllah, kənət Qureyş idə ictəməət biminə,
Qâle haulâ haccuna etemmu min haccikum ve qâle haulâ haccuna etemmu min haccikum. Deyir ki, Qurazi buyurur ki, Qureyş o vaxt ki, deyir, Minədə gələndə, Minəyə gələndə, yəni həcc eləyən vaxtı, müsəlmanlar həcc eləyəndə və Qureyş də onlar gəlirdilər, həcc eləyirdilər. Baxmayaraq ki, müşriklər var idi, Qureyşdən və s. Onlar da, yəni müşriklər də həcc eləyirdilər. Gəlib Minəyə yığışanda deyirlər ki, bizim həccimiz sizin həccinizdən daha deyir şeydir, tamamdır. Aydındır. Və yaxud da öz qəbilələrin arasında başqa ərəb qəbilələrinə bunu ərz eləyirdilər. Bu cür deyirdilər. Deyirlər ki, bizim həccimiz sizin həccinizdən daha üstündür. İndi qabaqda gələcək həmçinin başqa bir məsələdə, Muzdəlifə məsələsində də, yəni Arafa günü fikir verərsə orada da görün, yəni Qureyş özlərini necə, yəni üstün görürdülər, hətta başqa ərəb qəbilələrindən. Və qalə Muqatil ibn Hayyan huwa ənə Nəbi sallallahu əleyhi və səlləm qalə ləhum fi həccetil vəda' وقد أحرموا بالحج اجعلوا إهلالكم بالحج عمرة إلا من قلد الهدي. Deyir ki, deməli Muqatil ibn Hayyan buyurur ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vida həcci vaxtı demişdir deyir onlara, yəni Hüdeybi o vaxt ki gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edirlər həcc etməyi. Peyğəmbər sallallahu əleyhi və səlləm gəlir Hüdeybiyə kimi, Hüdeybiyədən qoymurlar. Müşriklər deyirlər, yox, bu il sən deyir, həcc eləyə bilməyəcəksən. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sahabələrə deyir, niyyətinizi deyir, dəyişin. Kimlər özü ilə deyir, əgər kəsməyə heyvan gətirməyibsə, aydındır, niyyətini dəyişsin, ümrə niyyəti eləsin. Yəni, həccin niyyətindən çıxsın, ümrə niyyəti eləsin və sonra nə eləsin? Yəni, çıxsın şeydən bayra. Yəni, onun ilə hökmü yüngülləşir. Aydındır. Amma kim qalə və keyfə necəluhu umra, sahabələr dedilər ki, necə ümrə edə bilərik ya Rasulullah biz? Səmmeynəl həcc. Biz artıq deyir, niyyət etmişdik axı həccə. Hədə cidaluhum. Bunu deyir, demələri Peyğəmbər sallallahu əleyhi və səlləmə artıq onlar üçün nə oldu deyir? Cidəl oldu deyir. Yəni mücadilə etmək oldu Allah Rəsulu ilə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sənə deyir ki, niyyətini dəyiş, ümrə niyyəti elə, əlində qoyunun yoxdur da, yəni heyvan gətirməmsən özündən kəsməyə. Məsələn, kimdədirsə, həcc nədir? Qirandır. Aydındır. Heyvan gətirməyib. Aydındır, heyvan gətirməyib özü ilə. Və yaxud da təməttüdür. Yəni, özünə heyvan gətirməyib. Aydındır. Deyir ki, niyyətini dəyiş, niyyətini dəyiş. Orada isə nə inədilər? Sahabələr soruyor. Keyfə necəluhu umrə. Başladılar Peyğəmbər sallallahu əleyhi və səlləm demək, yəni soruşmağa ki, ya Rasulullah, necə dəyişək ki, biz ümrəyə niyyətimizi ki, biz ki, həccə niyyət etmişdik axı. Aydındır. Yəni, bu özü deyir, cidəldir artıq. Fədə cidəluhum. Və qalə ibn Zeyd, kənu yəqifunə məvaqifə müxtəlifə kulluhum. Yəz'umu ənə mövqifi İbrahim. Deyir, həmçinin İbn Zeyd buyurur ki, durardılar müxtəlif olan hər biri yerlərdə. Yəni, ərəblər, Qureyş və qeyriləri. Və hər biri iddia eləyərdi ki, onun durduğu yer İbrahim əleyhissalamın durduğu yer. Fəkənu yücədilunə fi və başlayardılar biri-birinə mücadilə etməyə. Subhanallah. Qilə huvə mə kənə aleyhi əhlül cahiliyyə. Kənə ba'duhum yəqifu bi'arafə, ba'duhum bil-Muzdəlifə və kənə ba'duhum yəhüc fi zil-qa'də və kənə ba'duhum yəhüc fi zil-hiccə. Fəkullu yəqul mə fəaltuhu huvəs-savab. Subhanallah. Fikir verin. Deyir ki, həmçin deyir, cahilliyə dövründə deyir, onlar deyir, belə edərdilər. Bəziləri deyir, Arafada durardı, bəziləri isə Muzdəlifədə durardılar. Bəziləri isə deyir, hətta deyir, Zülqa'də ayında deyir, həcc eləyirdilər. Zülqa'dədə. Zülhiccədədir ki, hansı ki həcc. Amma bəziləri Zülqa'də ayında həcc edir. Cahillik dövründə. Aydındır, yəni ərəblər. Və hər biri özünə deyir ki, mən düz eləmişəm. Və hər biri də iddia edir ki, İbrahim əleyhissalamın həcci güya budur. İsmaillə olan həcci yəni budur. Yəni belə eləyiblər, burada durublar, orada durublar və s.
ixtilaf eləyərdilər və cidəl eləyərdilər. Həc vaxtı gələndə qırırlar yəni bir-birini. Necə ki, bu günləri bizdə görürsən ki, nədir? Ramazan ayı gələndə qırırlar bir-birini. Qırırlar bir-birini. La havle və la quvvətə. Bu nədir? Cahilliyə əməllərinin, yəni cahilliyə əhlinin sifətlərindəndir belə şeylər. Elm əhli, savad əhli, yəni dəllə tabi olan insan baxır dəllə, Peyğəmbər sallallahu əleyhi və səlləm, onun səhabələri nəyə tabi olublar, nəyin üzərində gediblər, onunla da gedir. Məsələ həll oldu, bitdi, getdi. Aydındır? Yəni mücadilə etməyə yer yoxdur, ehtiyac yoxdur. Nəyə görə mücadilə edirsən ki? Və sonra buyurur ki, Fəqalə cəllə zikru və uca Allah da ki, buyurdu ki, və lə cidələ fil həcc. Dedi, həcc vaxtı deyir, münaqişə etmək olmaz. Ey istəqarrə əmrul həcci alə mə fəaləhu Rasulullah sallallahu aleyhi ve sellem. Fələ ixtilafə fihi min bə'di dəlik. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem həccin əməllərini etdikdən sonra artıq heç kəs münaqişə edə bilməz. Aydındır? Heç kəs münaqişə edə bilməz. Deyənməz ki, nədir? Ay, yox, mənim etdiyim daha düzgündür. O biri deyir, yox, mənim etdiyim daha düzgündür. Yox, artıq Peyğəmbər sallallahu aleyhi ve sellem həcci edib və necə etmək lazımdır onu bəyan eləyib, şərh edib. Aydındır, hətta deyir ki, xudu anni mənəsikəkum. Məndən götürün, deyir, həccin deyir, mərasimlərini. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem namaz üçün nə deyərdi? Sallu kəmə rəaytumunu salli. Namaz qılın, necə məni gördünüz namaz qılın. Allah Resulü sallallahu aleyhi ve sellem deyərdi, namaz qılın, necə məni gördünüz namaz qılın. Yəni, biri deyə bilər ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellem'i görməmişəm axı namaz qılın. Bəli, sən görməmsən, lakin mövcuddur hədislər, səhih hədislər, Buxari və Müslim və qeyri sünnə kitablarında Peyğəmbər sallallahu aleyhi ve sellem namazı. Mövcuddur hamısı. Yəni, oxu, öyrən. Oxu, öyrən, hətta biləsən ki, Allah Resulü sallallahu aleyhi ve sellem necə namaz qılırdı. Aydındır. Necə namaz qılırdı Allah Resulü sallallahu aleyhi ve sellem. Və necə həcc edirdi, necə ümrə edirdi. Ona görə bu əməllər hamısı nədir? Müsəlmana vacibdir bilinməsi. Və sonra buyurur ki, وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمُهُ اللّٰهُ. Allah buyurur ki, etdiyiniz xeyri Allah bilir. Ey la yəxfə aleyhi. Yəni, Allaha gizli qalmır. Fəyücəzikum bih. Və ona görə deyir, Allah sizə mükafat verəcək. وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Allah buyurur ki, ardıyca deyir ki, artırın deyir. Yəni, özünüzlə azüqə götürün. Həqiqətən deyir, ən xeyirli azüqə nədir? Təqvadır. Və bu da ayə, bu hissəsi nazil olub Yəmən əhli barəsində. Necə İmam Bağır Rahiməllah burada buyur ki, nəzələt fi nəsi min əhlil Yəmən. Nəyə görə? Kənu yəxrucunə iləl həcc bi qeyri zəd. Deyir, onlar azüqəsiz deyir, həccə çıxırdılar. Yəni, özlərinə yemək, zat heç götürmürlər. Nə pul, nə yemək. Subhanallah. Və yəqulun və deyirdilər ki, nəhnu mütəvəkkülun. Deyirdilər, biz Allaha təvəkküllədik. Olmaz belə təvəkkülləmək. Yəni, bir insan ki, səbəb götürmədən deyir ki, mən Allaha təvəkküllədim. Olmaz. Alimlər deyirlər ki, o qadhun fi şəriədir. Kim səbəbsiz yerə Allaha təvəkkül edirsə, o şəriətə tən etmiş olur. Və kim də Allahdan qeyrisinə təvəkkül edərsə, Allaha şərik qoşmuş olur. وَمَنْ تَوَكَّلَ غَيْرَ اللّٰهِ فَقَدْ əşrak. Necə bunu alimlərimiz buyurur. Aydındır. Və buyurur ki, İmam Bağır Rahiməllah, deyir ki, onlar deyərdilər ki, nəhnu mütəvəkkilun və yəqulun nəhnu nəhvüccü beytəllah fələ yut'imnə. Deyərdilər ki, yəni biz Allahın evini həcc edəcəyik və o bizi yedizdirəcək. فَإِذَا قَدِمُوا مَكَّةَ سَأَلُوا النَّاسِ. Və gələn kimidir, Məkkəyə çatan kimi başlayardılar nə eləməyə? İnsanlardan deyir, pul dilənməyə. Vallahi, billahi, təllahi, hətta bu günləri görərsiniz. Kimlər indi bəlkə də sizdən özlərimiz, kimlər indi həcdə olubsa, bəlkə də görüblər. Görürsən ki, Məkkədə xüsusən Yəmənlilər gəlirlər, otururlar yanında, biraz deyir, gülür və sonra başlayır sənə ki, kaşlokumu itirmişəm,
Nəm şeydir, pulsuz qalmışam, anam burdadır, pulumuz çatmır, filan belə gəldi, peşman. Hətta vallahi bu günə kimi mövcuddur. Fikir verin ha. Yəni İmam Bəğəvi vaxtından Allahu Akbar. İmam Bəğəvi bunu zikr edir təfsirində. La ilahə illallah. Bu günə kimi mövcuddur bu hal Yəmənlilərdə. Subhanallah. Yəni bu günə kimi mövcuddur. Vallahi kim həcc etsə, hətta indi inşallah bundan sonra da yəni diqqət eləsin, ola bilsin rast gələcək o insanlara. Özü də Yəmənlilər xüsusən və özüm dəfələrlə rast gəlmişəm. Hətta ümrə vaxtı belə rast gəldim. Yəni təəccüblüdür. Deyirdim, yəni sən nətər olur yəni ki, gəldin bura, kaşlaku itirdin, neynədin? Qəribədir yəni, subhanallah. Və buyurur ki, sonra İmam Bəğəvi rəhiməhullah deyir ki, وَرُبَّمَا يُفْضِي بِهِمْ إِلَى الْحَالِ إِلَى النَّهْبِ وَالْغَصْبِ. Hətta deyir, hərdən deyir, elə bir hala gəlib çatırlar ki, başlayırlar insanları nə? Mallarını oğurlamağa və ciblərinə girməyə. Vallahi bu da səhihdir. Hətta yadıma gəlir ki, Mədinədə olanda bir xəbər çıxdı. Dedilər ki, Məkkədə deyir, böyük bir dəstəni tutublar. O dəstənin içərisində yəni Yəmənlər də var idi və Misirlər də var idi və başqa dövlətlərdən də böyük bir dəstə görmüşsünüz yəqin ki, həccə gedənlər, bəzi görürsən həcilər gəlir neynir? Uzanıb yatırlar da, telefonu zadı yanındadır, uzanıb yatır. Bunlar gəlirlər, yaxınlaşırlar, cəmaatın telefonlarını oğurlayırlar. O dəstəni, böyük bir dəstəni tutub çıxartdılar, subhanallah, hamısını. Hamısını şeylədilər, kəşf elədilər üstünü. Fikir verin, cəmaat gəlib haramdadır, telefonun zadını qoyub yanına, ayaqqabısıdır, əlində sumkası var və s. və s. Onlar gəlirlər, bunlar nəydən yəni irəli gəlir? O insanlar ki, yəni fikir verin, belə bir etiqadla gələnlər var ki, onlar deyirlər nədir? Allah bizi yedizdirəcək orada. Ya yedizdirəcəksən nəylə? Gəlib cəmaatı oğurlayacaqsan, cəmaatın cibinə girəcəksən, cəmaatın malını oğurlayacaqsan, buna deyirsən Allah məni yedizdirir. Subhanallah. Fəqalallahu cəllə zikruhu və təzəvvədu. Və Rəbbimiz isə buyurur ki, özünüzlə azuqə götürün. Mə tətəbəlləğunə bihi və təkfunə bihi vücuhəkum. Yəni, hansı ki, o azuqə ilə siz yetişəcəksiniz hara? Məkkəyə və orada həc vaxtı yeyəcəksiniz və içəcəksiniz və ehtiyacınız olmayacaq ki, məsələn, neynəyəsən? Ağız açasan və s. Qalə əhlü təfsir, əl-kə'ku və-zəbibu və-səviqu və-təmru və nəhvihə. Hətta təfsir əhli buyururlar ki, yəni özümüzlə azuqə götürür. Məsələn, bizdə birini kek deyirlər, keksdir, nə bilim, onlar kə'ki deyirlər. Ərəblər keksə, kə'ki və həmçinin zəbib, yəni zəbib, xurma və həmçinin zəbibdəki bizdə nədir o, üzümün qurusu. Yəni bunun mislində olan şeylər, yəni şirin şeylər və s. yəni belə şeylər də götürün ki, məşğulat kimi də, aydındır. Və nəhvihə və ona bənzər şeylər. Fə innə xayrəz-zədi təqva. Lakin deyir, ən xeyirlidir azuqə isə nədir? Təqvadır. Minəs-suali və nəhb. Yəni məqsəd burada nəyə görə Allah Azə və Cəllə deyir ki, ən xeyirli yəni kişmiş, bəli, qardaş yazdı, Allah razı olsun, kişmiş, bəli, kişmiş, yəni zəbib kişmişə deyilir. Və deyir ki, Rəbbimiz, deməli, ən xeyirli zəd, yəni azuqə nədir? Təqvadır. Yəni, nə demək istəyir Rəbbimiz bunu ilə? Azuqə, yəni götürməlisən, yemək, içmək, düzdür? Yəni, kişmişdir, keksdir, nə bilim, xurmadır, şirniyyatdır, zaddır, götürdün özü ilə, yolla. Aydındır. Lakin Allah Azə və Cəllə deyir ki, ən xeyirlidir, azuqə isə deyir, təqvadır. Nəyə? İmam Bəğəvi buyurur ki, yəni insanlardan istəməkdən, əl açmaqdan və onların malını oğurlamaqdan. Yəni bundan qorumaq üçün özünü insan təqvalı olmalıdır.
"Vettegûni ya ulil albab." Ey deyir, ağıl sahibləri deyir, məndən qorxun. Ya zəvil uqul, yəni ağla sahib olanlar. Uca Allah deyir ki, yəni məndən qorxun. Və növbəti ayədə isə buyurur ki, Rəbbimiz, "Leysə aleykum cunahun an tabtagu fadlan min rabbikum." Yəni sizə heç bir müşkil, bir şey yoxdur ki, siz Rəbbinizin fəzilətindən diləyəsiz. Yəni məqsəd burada nədir? Fəzilətindən Rəbbinizin diləmək, yəni ət-ticaratu fi mavasimil həcc. Yəni həcc mövsümündə ticarət etmək. Yəni bu da olar etmək. Fə-idə əfadtum, yəni dəfa'tum vəl-ifada dəf'u bi kəsrə əsluhu min qavlil ərəb. Əfadər-rəculu ma'əhu ey sabbəhu min ərəfətin. Yəni fikir verin, həcc aylarında, mövsümündə daha doğrusu ticarət etmək olar. Biz dünənki necə toxunduq məsələyə, dedik ki, nədir? O insan ki, həcc edəndə niyyətin olmalıdır, yalnız xalis Allah üçün olmalı. Necə Allah nədir? Ətimmul həccə vəl-umrətə lilləh. Dünənki təfsirdə. Hə? Allah nə deyirdi? Yəni Allah üçün həcci və ömrəni tamamlayın. O ayədə biz nə dedik təfsirində? Dedik ki, nədir? Sələflərimiz deyərdi ki, yəni bir insan niyyəti yalnız xalis Allah üçün olmalıdır. Həcci etəndə və yaxud ömrəni edəndə. Ticarət isə, yəni əgər tacirdirsə, ticarət etmək niyyəti varsa, o niyyəti saxlamalıdır qırağa. Aydındır? Onu tabe etməlidir hansına? Yəni o niyyətin aşağısına. Yəni Allah üçün olan niyyət o daha üstün olmalıdır. Əsas məqsədi yəni ticarət olmalı deyil. Yəni bəzi insanlar var, məsələn, o əsas məqsəd nədir? Həm ziyarət, həm ticarət, məsələn. Yox, xeyr. Deyirsən ki, yalnız Allah üçün ziyarətdir. Ticarətdir ki, indi elhamdülillah. Nəsə olar, nəsə olmazdır ki, olmaz. Elhamdülillah, yəni o mühüm deyil. Aydındır? Ən əsas məqsəd nədir? Allah üçün ömrəni və həcc etməkdir. Və buyurur ki, o vaxt ki, Arafadan deyir, artıq Arafadan üz götürdünüz, yəni Müzdəlifəyə tərəf. Dəfa'tum bil Arafat. Yəni, fə-idə əfadtum, yəni o vaxt ki, deyir, min Arafat. Yəni Arafadan deyir, üz götürdünüz. Yəni Arafadan çıxanda insanlar, qardaşlar, nə olur? Cəm halda, yəni orada böyük bir toplum olur. Yəni 5 milyon, 10 milyon insan olur. Hətta yuxarı dərəcədə. Hətta yuxarı dərəcədə. Mən 2 il bundan qabaq həcc eləyəndə təqribən eşitdiyimə görə deyirlər 20 milyona yaxın insan var. Arafadan. Və hamısı məğribdə nə edir? Arafadan çıxırlar cəmaat şəklində. Hamısı üz tutur hara? Muzdəlifəyə tərəf. Aydındır? Və Uca Allah deyir ki, o vaxt ki, Arafadan üzünüzü tutdunuz Müzdəlifəyə tərəf, yəni getməyə, fəzkurullah, deyir, Allahı deyir, xatırlayın. Yəni, orada da yol gedirsən, oranla Müzdəlifənin arası, yəni, haradasa 7 kilometr zaddır bu belə. Yəni, oradan o boyda yolu gedirsən, o boyda yolu gedə-gedə, indi düz dəstələr var, onlar avtobuslarla gedirlər, yenə də Allahı zikr eləməlisən. Allah deyir ki, fəzkurullah, Allahı zikr elə. Yəni, dua elə, zikirlərlə özündə, aydındır, çoxalt duanı və s. Ona görə ən gözəl və demək olar ki, ən ağır ibadət həcdir, həqiqətən. Lakin, yəni, Allah həcc etməyənlərə nəsib etsin. Yəni, həcc, subhanallah, başqa, yəni, başqa bir haldır, yəni, ora, subhanallah, Allahu akbar. Və buyurur ki, fəzkurullah, yəni bir dua və təlbiyə. Həmçinin təlbiyə demək də caizdir. Ləbbeyk Allahümmə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk, lə şərikə lək. Aydındır. Və dua etmək özün üçün, ailən üçün və s. Müsəlmanlar üçün. Buyurur ki, Rəbbimiz fəzkurullah indəl məş'əril haram. Deyir, haram olan məş'ərdə, yəni şuvar olan yerdə deyir, Allahı deyir, zikr edin. Və huvə məbeynə cəbələy əl-Muzdəlifə min mərmə Arafə iləl-Muhsir.
وليس المأزمان ولا المحسر من المشعر الحرام، وسمي مشعرا من الشعار، وهي العلامة لأنه من معالم الحج، وأصل الحرام من المنع، فهو ممنوع أن يفعل فيه ما لم يؤذن فيه. وسمي المزدلفة جمعا لأنه يجمع فيه بين الصلاة المغرب والعشاء. والإفاضة من عرفات تكون بعد غروب الشمس، ومن جمع قبل طلوعها من يوم النحر. Və buyurur ki, deməli İmam Bağvi rahimehullah deyir ki, burada həmən Məşəril Haram haradır? Deyir Müzdəlifənin iki dağının arasıdır. Arafa dağı ilə Müzdəlifə dağlarının arasıdır. Yəni o hissə təqribən yalan olmasa bəlkə də bir 10 kilometr məsafədir. Ora Məşərül Haramdır. Yəni Arafə əziz qardaşlar haramdan deyil. Yəni haramın territoriyasından deyil. Amma Müzdəlifə isə haramın territoriyasındandır. Və ona görə də insan 9-cu günü, Arafa günü, axşam məğribdən, günəş batdı, məğrib vaxtı artıq neynir? Çıxır Arafadan. Arafadan çıxırsan, üst tutursan Müzdəlifəyə və namazı, yəni məğriblə işanı sən gəlib harda? Müzdəlifədə qılmalısan. Cəm eləyirsən bir yerdə, qılırsan. Aydındır, cəm eləyirsən, qılırsan. Və ya cəm təqdim edirsən, ya da cəm təxir. Yəni, ya irəli çəkirsən, ya da qabağa. Hər ikisi nədir? Caizdir. Və buyurur ki, deməli, və sonra deyir ki, deməli, haram sözü ümumən əziz qardaşlar, yəni nəyə görə deyilib haram, haramın territoriyasına? Yəni, çünki orada qadağadır bəzi şeyləri etmək. Ona görə ora haram deyilib. Yəni, bəzi şeylərin edilməsi haram olduğuna görə, ona görə ona haram deyilib. Və buyurur ki, فَهُوَ مَمْنُعٌ أَنْ يَفْعَلَ فِيهِ مَا لَمْ يُؤْذَنْ فِيهِ. Yəni, orada qadağalıdır bəzi şeyləri ki, icazə olunmayan şeyləri əməl etmək. Və sonra buyurur ki, وَسُمِّيَ الْمُزْدَلِفَةُ جَمْعًا لِأَنَّهُ يُجْمَعُ فِيهِ بَيْنَ الصَّلَاةِ الْمَغْرِبِ وَالْعِشَاءِ. Muzdəlifə də, yəni, adlanıb Muzdəlifə cəm olaraq, cəm şəkildə. Çünki deyir, orada deyir, məğriblə işə namazını insan cəm eləyib qılır. وَالْاِفَاضَةُ مِنْ عَرَفَاتِ تَكُونُ بَعْدَ غُرُوبِ الشَّمْسِ. Həmçinin insanlarla, toplumla çıxmaq isə, necə Rəbbimiz buyurdu, وَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتِ. Yəni, ifada sözü nədir? Arafadan deyir, məğrib bitdi, günəş batdıqdan sonra deyir, çıxmağa deyilir. وَمَنْ جَمْعَ قَبْلَ طُلُوعِهَا مِنْ يَوْمِ النَّحْرِ. وَذْكُرُوا كَمَا هَدَاكُمْ. Uca Allah buyurur ki, xatırlayın deyir, necə ki sizə deyir, hidayət vermişdir. Yəni, Allahı xatırlayın, necə sizə hidayət vermişdir. Yəni, diqqətli olun burada məsələyə. Deyir ki, İmam Bağavi, ey vəzkuruhu bit-təvhid və ta'zim. Yəni, Allahı, onun tək olmasını, əzəmətli olmasını xatırlayın. Allahın tək olmasını, əzəmətliyini xatırlayın. Kəmə zikrukum bil-hidayə. Necə ki deyir, yəni siz özünüzü xatırlamışsınız nə? Hidayət olmağınızla. Yəni xatırlayırsınız birinizi hidayət olmağınızla. Deyirsiniz, mən filan kəs deyir ki, mən filan vaxtı başladım ibadətə, filan kəs deyir, mən filan vaxtı, filan yerdə, filan kəsin səbəbi ilə və s. Yəni hər kəsən özü barəsində danışır, nəyisə zikr eləyir. Dostlar tapır, tanış tapır, aydındır. Lakin Allah deyir ki, nə deyir? Allahı da deyir, zikr edin. Yəni, diqqətimiz olsun Allaha. Yəni, bəzi insanlar görürsən ki, nə edir? Laqqırtı vura-vura gedir. Yəni, zikr yaddan çıxıb söhbət eləyir. Dünya məsələləri, filan harda, nə bilim, filan vaxtı belləmişdim, cahillikdə belə idim, o belə idi, bu belə gəldi, o belə getdi. Subhanallah, bu yerdə Allah deyir ki, fəzkurullah. Allah deyir, xatırlayın. Necə ki, sizə deyir, hidayət vermişdi. Xatırlayın Allahın əzəmətliyini, onun təkliyini. Fəhədəkum lidinihi və mənasikə həccih. Yəni, xatırlayın ki, həmçinin bu günü, yəni o həcc günü ki, sən onu edirsən ki, Allah sənə hidayət verib. Ki, sən onun həccinin mərasimlərini yerinə yetirəsən. Subhanallah.
Və in kuntum min qablihi leminəd-dallin. Hansı ki siz bundan qabaq deyir nə? Zəlalətdə idiniz. Ey və qad kuntum. Yəni idiniz, yəni qabaq. Və qilə və mə kuntum min qablihi illə minəd-dallin. Yəni siz yalnız deyir bundan qabaq deyir zəlalətdə idiniz. Və innə zunnuka leminəl-kazibin. Necə ki Uca Allah buyurur ki Quran-ı Kərimdə başqa ayədə biz səni deyir yalancılardan hesab edirik. Yəni yalancılardan hesab edirik. Ey və mə nazunnuka illə minəl-kazibin. Yəni biz yalnız səni yalançılardan hesab edirik. Bu cürə mənadadır. Yəni siz də bundan qabaq yalnız zəlalətdə idiniz. Və bu da qayıdır min qablihi sözü qayıdır raciətun iləl-hudə, yəni hidayət olunmamışdan, yəni qabağa. Və qilə ilə Rasulillahi sallallahu əleyhi və səlləm kinayətən ğeyri məzkur. Və növbəti ayədə isə buyurur ki, "Thumma afidu min haythu afadan nas." Deyir və sonra deyir başlayın insanlar başlayan yerdən. Qal əhlü təfsir, təfsir əhli buyurur ki, Qureyş, kənət Qureyş və xulafəuha və mən dənə bidinihə və humul humus. Humus, dünənki dərsdə biz toxunduq, hə? Dünənki dərs idisə, toxunduq ki, Peyğəmbər sallallahu əleyhi və səlləm neynir? Daha doğrusu dünənki dərsdə idi, səhv eləmirəm, yoxsa o birisi dərsdə idisə, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, biz humus əhliyik. O vaxtki sahabelərdən biri girir, Peyğəmbər sallallahu arxasıca. Deyir, sən deyən, yəni, daha doğrusu dünənki yox, keçənki dərsdə. وَدْخُلُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا yadınıza gəlir, yəni evlərinizə qapılarınızdan girin və nə edirdilər? Ərəblər isə cahillik vaxtında nə edirdilər? Öz qapıdan girmirdilər, ehrama girdiklərində arxadan bir yol açırdılar, nə edirdilər? Pəncərədən, arxadan, deşikdən zatdan girirdilər öz yerlərinə. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm isə necə hədisi gətirdik, nə edir? Daxil olanda evinə, biri də ənsardan onun arxasına daxil olur. Peyğəmbər s.ə.v deyir ki, sən deyir, niyə daxil oldun? Və o da deyir ki, yəni sənə olmaz da, yəni daxil olmaq. Deyir ki, bəs ya Rasulullah, sən daxil oldun, mən də daxil oldum. Deyir ki, çünki mən humus əhliyəm. Yəni Qureyş, bəzi qəbilələr var idi, Qureyş, onunla olan qəbilələr. Yəni o qəbilələrə, onlar özlərinə bəzi şeyləri caiz görmüşlər qeyrilərinə nisbətdə. Yəni başqa ərəb qəbilərinə nisbətdə. Aydındır. Hətta burada da, Ərafada da, yəni onlar ki, gəlirlər, Ərafada duranda ərəb qəbilələri qabaq, cahiliyyə dövründə buyurur ki, İmam Bağavi, kimlər ki, deyir, Qureyşin və onun, deyir, yaxınında olan o qəbilələr ki, var idi, onların dininin üzərində idilərsə, onlara humus deyilirdi. Yaqaunə bil Muzdəlifə. Onlar isə, deyir, Arafa günü Müzdəlifədə dururdular. Fikirləş. Yəni, cəmaat Arafada durub, gedib Arafada durublar 9-cu gün. Bunlar isə Muzdəlifədə dururdular, deyir. Aydındır. Və sonra gör nə deyirlər? Və yəqulun və deyirdilər, nəhnu əhlullahi və quttanu harami. Yəni, biz Allahın əhliyik və onun haramının qoruyucularıyıq. Yəni, biz yəni, Allahın əhli. Yəni, özlərini bu cürə nə edirlər? Yəni, üstün görürlər. Hətta bəzi ərəb qəbilələrindən. Min sairil Arab. Bi Arafət. Yəni, hansılar ki, onlar ki, Arafada duran bəzi sair olan ərəb qəbilələrindən. Və buyurur ki, فَلَا نَخْلِفُ الْحَرَمَ وَلَا نَخْرُجُ مِنْهُ وَيَتَعَظَّمُونَ أَنْ يَقِفُوا مَعَ سَائِرِ الْعَرَبِ بِعَرَفَةٍ. Deyir, ona görə deyir, özləri deyir, haramdan qırağa yəni çıxmazlar. Yəni, çünki Muzdəlifə necə dedik, nədir? Haramın teritoriyasıdır. Amma Arafa isə haramın teritoriyası deyil artıq. Aydındır? Yəni, haramın teritoriyası. Ona görə Qureyş və onun yanında olan o qəbilələr, yəni deyərdilər ki, biz haramın teritoriyasına qırağa çıxa bilmərik. Çünki biz Allahın əhliyik və haramı qoruyanlar bizik. Aydındır? Ona görə cəmaat çıxanda, yəni Arafada duranda, bunlar isə durardılar harada? Muzdəlifədə. Yəni, bunlar hamısı cahiliyyə dövrünün əməlləridir. Və buyurur ki, İmam Bağvi Rahimallah, وَسَائِرُ النَّاسِ كَانُوا يَقِفُونَ بِعَرَفَاتِ. Başqa insanlar isə Arafada durarlar. فَإِذَا أَفَاضَ النَّاسِ مِنْ عَرَفَاتِ أَفَاضَ الْحُمُسُ مِنَ الْمُزْدَلِفَةِ. İnsanlar 9-cu gecəni Arafadan çıxıb Muzdəlifəyə üst tutub gələndə isə bunlar nə edirdilər? Muzdəlifədən üst tutub gedirdilər həmən 9-cu günə hara? Minəyə tərəf.
Subhanallah. Feemrahumullah en yeqifu bi Arafat. Allah Azze ve Celle ise emretti ki onlar neylesinler? Arafada dursunlar. Ve yufidu minha ila cem'in ma'a sairin nas. Ve oradan değil insanlarla cem olarak üst tutsunlar Müzdelife'ye taraf. Aydındır. Ve ahbarahum ennehu sünnetu İbrahim ve İsmail aleyhimusselam. Ve Allah Azze ve Celle için haber verdi ki nedir? Bu İbrahimle İsmail'in sünnesi belə olub. Çünki necə biz bayaq toxunduq, hani ərəblər nə edirdilər? Cahiliyə dövründə yəni həm elm yox idi, həm də ki hərəsi bir şey iddia eləyirdi. Hərəsi bir yer dayanır, deyirdi, burada İbrahim dayanıb, o deyirdi, yox, burada İbrahim dayanıb. Aydındır. Və başlayırlar biri-birinə mücadilə etməyə. Və sonunda isə Rəbbimiz buyurur ki, "Vəstəğfirullah, innallaha gafurur rahim." Allahdan istiğfar diləyin, həqiqətən o bağışlayan və rəhm edəndir. Və bu qədər əziz qardaşlarım, Allah Subhanahu bizi eşitib faydalanan qullardan etsin. Subhaneke Allahumma hamdik ve eşhedü en la ilahe illa ent. Estağfiruke ve etûbü ileyk.